Salam, bugünkü imtahan günü münasibətindən hər birinizi təbrik edirəm uşaqlar. D variantından təhlilimizə baxacağıq. Birinci sualda deyir ki, cümlələrdə fərqləndirilmiş sözləri nəzərə alıb, sözlərin doğru cavablarını müəyyən edin. Qarşı tərəf və şərqə tərəf. Uşaqlar, tərəf sözləri birinci cümlədə isim, ikinci cümlədə qoşmadır və bunu sözə baxarkən də tapmaq asandır, sual veririk. Birinci cümlə üçün cavabımız C, ikinci cümlə üçün isə A və D bəndləridir. 32-ci sualda deyir ki, xalqımızın mərd oğulları mübarizəyə qoşuldular ki, gələcək nəsillər azad və xoşbəxt yaşasınlar. Tabeli mürəkkəb cümləsi ilə bağlı səhv fikir. Baxın, C bəndində deyir ki, həm baş, həm də budaq cümlədə sintaktik əlaqənin hər iki növündən istifadə edilir. Baxın, sintaktik əlaqənin iki növü var, tabeli və tabelsiz. Burada da tabelsiz növü yalnız budaq cümlədə var, baş cümlədə isə bu yoxdur. Uyğunluğu müəyyənləşdirin. İsmi birləşmə işlənmişdir, feili birləşmə işlənmişdir. İsmi birləşmə işlənib, düşmənin çirkin niyyəti və təşkil edilmiş sərgi, feili birləşmə isə işlənib cəmil gedərkən. Doğru cavabımız 1A-E, 1B-E, 2D. 34-cü sualda deyir ki, verilmiş cümlələrdə zərfin mənaca hansı növləri işlənmişdir? Biz kəndə çatanda torağayların səsi güclə eşidilirdi və Cavanşir bir qədər dincəlib yoluna davam etdi. Güclə tərzi hərəkət, bir qədər kəmiyyət. Hansı sırada bütün sözlərin yazılışı səhvdir? Burada düzgün, düşgün, kokteyl və alayarımçıq sözlərinin də üçünün də yazılışı səhvdir. Alayarımçıq, yəni sifətin azaltma dərəcəsi olduğu üçün defislə yazılmalıdır. Söz sırasının pozulduğu hansı nümunədə həm sadə, həm də mürəkkəb isim işlənmişdir? Birinci A və B bəndlərində heç bir söz sırası pozulmamışdır. Buna baxmağa ehtiyac yoxdur. C bəndində deyir ki, bəs kimə yetişəcək o bağ-bağçanın qazancı? Bağ-bağça mürəkkəb olsa da qazanc düzəltmədir. Bizə isə sadə isim lazım idi. Və nəhayət Əhməd Cavadın şeirinə baxırıq. Açıldı bayraqlar, çalındı boru. Bayraq və boru sadə isimdir. Vurhavur isə mürəkkəb isimdir. 37-də deyir ki, hansı cümlə tamamlıq söz birləşməsilə ifadə olunmamışdır? Şəklin görməli yerlərini, sonra hamı öz fikrinin doğru olduğuna, adamların çoxunu, meyvələrin hamısını, bu sözlər hamısı mürəkkəbdir. Sadəcə bu hadisədən sonra Sevil hər şeyi etiraf etdi. Burada sadə tamamlıqdır hər şey. Uyğunluğu müəyyən edək. Mübtədanın əlavəsi, tamamlığın əlavəsi və yer zərfliyinin əlavəsi. Tamamlığın əlavəsi Azərin atasına Amil dayıya, 2 gündən sonra Cavadı yeni mühəndisi. Deməli, tamamlığın əlavələri 2AB. Mübtədamızın əlavəsi qrupun yeni rəhbəri gənc qız işlərdən danışdı. D, 1D. Cavabımız burada B variantıdır, görünür artıq. Yer zərfliyimizin əlavəsi isə anar kəndə bu doğma obaya tez-tez gəlirdi olacaq. Gözü su içməmək, frazoloji birləşməsi, bəli, kimisə bəyənməmək və arzu şəkli ilə lazım şəklini müqayisə cədvəlində